İndi isə daha ətraflı. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri davam edir. Səfər çərçivəsində dövlət başçımız müxtəlif layihələrin açılışında iştirak edib. Prezident İlham Əliyev Özbəkistanda. Azərbaycan dövlət başçısı və Özbəkistan prezidenti Şəfqət Mirzoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib. Dövlət başçılarının iştirakı ilə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanması, həmçinin ölkələrimiz arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub. Prezident İlham Əliyev və Özbəkistan prezidenti Şəfqət Mirzoyev Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında müqaviləni və Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının 3-cü iclasının qərarını imzalayıblar. Prezident İlham Əliyev və Özbəkistan prezidenti Şəfqət Mirzoyev Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetinin açılış mərasimində iştirak ediblər. Azərbaycan və Özbəkistan prezidentlərinə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin tarixi və yaradılmış şərait barədə məlumat verilib. Dövlət başçıları burada təhsil ocağının müəllim və tələbə heyətləri ilə görüşüb, onlarla söhbət ediblər. Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi Yeni Daşkəndlə tanış olub. Liderlərin iştirakı ilə Yeni Daşkənd şəhərində Azərbaycan parkının təməli qoyulub. Azərbaycan və Özbəkistan prezidentlərinin təltif olunma mərasimi də keçirilib. Prezident İlham Əliyev Özbəkistanın nüfuzlu mükafatı, ən yüksək dərəcəli dostluq ordeni ilə Özbəkistan dövlət başçısı Azərbaycanın ən ali ordeni, Heydər Əliyev ordeni ilə təltif ediliblər.